Hiss eden kimdir? İnsanlara bugüne kadar qəbul edenin beyin olduğu öğretilmiştir. Halbuki beyni analiz ettiğimizde karşımıza diğer canlı organlarda olan zülal ve yağ molekullarından farklı bir şey çıkmaz. Yani beyin dediğimiz et parçasında təsviri seyir edecek, şerh edecek, şuuru meydana getirecek, kısacası mən dediğimiz şeyi yaratabilecek bir şey yoktur. Bu nöqtədə karşımıza çıkan həqiqət açıqdır. Görən, eşidən və hiss edən varlıq maddədən kənar bir varlıqdır. Bu varlıq canlıdır və nə maddə, nə də təsvir deyil. Bu varlıq bədən görüntümüzdən istifadə edərək qarşısındakı hisslərlə təmasda olur. Məhz bu varlıq ruhdur. Allah Quranda belə bildirir. Qovulmuş şeytandan Allaha sığınıram. Sənə ruhdan soruşarlar. De ki, ruh Rəbbimin əmrindəndir, sizə elimdən yalnız az bir bilik verilmişdir. İsra surəsi 85-ci ayə.